18-24 iyun tarixlərində ölkə üzrə həyata keçirilən müəllimlərin sertifikatlaşdırılması imtahanlarında texniki dəstək funksiyası Azərbaycan Təhsil Şəbəkəsi tərəfindən uğurla icra olunur. Ölkə üzrə minlərlə müəllimi əhatə edən bu prosesin texnoloji cəhətdən təhlükəsiz və fasiləsiz həyata keçirilməsi məqsədi ilə Azərbaycan Təhsil Şəbəkəsi özünün dayanıqlı və mərkəzləşdirilmiş şəbəkə infrastrukturu ilə imtahanlara operativ və peşəkar texniki dəstək verir. Azərbaycan Təhsil Şəbəkəsi tərəfindən göstərilən texniki dəstəyə gəlincə isə təhsil sisteminin informasiyalaşdırılması idarəsi də müəllimlərin sertifikatlaşdırılması prosesində texniki platformaların hazırlanması və məlumatların idarə olunması ilə dəstək göstərir. Namizədlərimiz mərkəzlərə yaxınlaşarkən SIMA üz tanınma vasitəsindən istifadə edir. Bu üz tanınma vasitəsilə şəxslər daxil olduqdan sonra bizim digər məsələ kart oxuyucular vasitəsilə şəxsi vəsiqələri əsasında imtahan sisteminə şəxslər daxil edirik. İmtahan sisteminə daxil edərkən şəxsin bölmələri, digər imtahan sualları, hər şey yoxlanılır. İmtahan biz tərəfdən burada başlanması, bitməsi və imtahan prosesinə baş verən digər proseslər biz tərəfindən yoxlanılır. Bizim sistem həmçinin xüsusi tarixçəni, elektron tarixçəni qeyd edir. Şəxslər hansı suala, hansı anda cavab verib, hansı sualı cavablandırılmayıb və yaxud digər proseslərin hamısı tarixçiyə yazılır, elektron tarixçiyə yazılır və bunlar bizdə mütəmadi saxlanılır. Hər hansı bir şikayət və yaxud da digər proses olanda biz həmin vasitələrlə məsələni sübut eləyə bilirik ki, yox, sistemdə heç bir xarici müdaxilə olmayıb və yaxud digər prosesləri tənzimləyirik.